Most yoxsa most of? Bunların hər ikisi əksəriyyəti deməkdir. Ancaq aralarında fərq var. Biz mostu nə zaman istifadə edirik? Bu əksəriyyət ümumi nəyəsə istinad edirsə, o zaman most istifadə edirik. Most of isə mostdan fərqli olaraq hər hansısa bir spesifik qrupun əksəriyyəti dedikdə, o zaman most of deyirik. Məsələn, most children learn languages faster than adults. Əksər uşaq dili böyüklərdən daha tez öyrənir. Bu ümumi qəbul olunmuş bir təcrübədir. Yəni dünyanın bir yarımkürəsində uşaqlar böyüklərdən daha tez, digər yarımkürəsində isə böyüklər uşaqlardan daha tez öyrənmir. Ümumi hal istinad edirik. Amma bir də var deyirəm ki, most of the people in my class speak two languages. Mənim sinifimdəki tələbələrin əksəriyyəti, yəni insanların əksəriyyəti 2 dildə danışır. Burada artıq spesifik bir qrupun əksəriyyətindən söhbət gedir. Hansı qrup? Mənim sinifimdəki qrup deyirik. Tutalım ki, sinifimdə 20 nəfər tələbə var və onların 17-si 2 dildə danışır, ingilis və fransız dilində danışır. Və yerdə qalan 3 nəfər isə sadəcə ingilis dilində danışır. Bu zaman 17 nəfər 2 dildə danışdığına görə artıq sinifimdəki insanların əksəriyyəti deyə bilirəm. Yəni burada xüsusi bir qrupa istinad edir. Amma mən bu cümləni desəm ki, most people in the world speak two languages, bu biraz qəribə səslənir. Çünki heç də dünyadakı insanların əksəriyyəti 2 dildə danışmır.